Yakın bil ki Xudoyidir xatoyi. Bu güzel cevabdır. Neçə dənə cavablar vermişik nəsihətnamə əsəri. Və burada da özünü Xudoyi, yəni Allahçı, Allah şünas, Allaha mənsub Xudoyidir xatoyi deməklə göstərir Şah İsmail. Ona Xuda təhlil demək, imamları böyüdüb, Peyğəmbərdən artıq görüb, Allah dərəcəsində tutub, iftiradan başqa bir şey deyil. Yazır, yəqin bil ki Xudoyidir xatoyi, Muhammed Mustafa'yidir xatoyi, Səfi nəsli, Cüneyd Heydər oğlu, Əliyyəl Murtəzayidir xatoyi. Hasan eşqinə meydana gəlibdi, Hüseyin-i Kərbəlayidir xatoyi, Əli Zeynəl İbad, Baqir و Cəfər-i Kazım, Musa Rızayidir xatoyi, Məhəmməd Təqidir, Əli Nəqihəm, Həsən Əskərli qayidir xatoyi, Məhəmməd Mehdi sahib zamanın eşqində gədayidir xatoyi. Bu xatoyi. On ki